9 mart tarixində keçirilən buraxılış imtahan suallarının izahına baxaq. Baxaq 61-ci suala. 61-ci sualda deyir ki, x ştrix bərabərdir x plus 4 və y ştrix bərabərdir y plus 1 düsturu ilə verilən paralel köçürmədə A -3 2 nöqtəsi hansı nöqtəyə çevrilər? Deməli, burada yazırıq ki, x ştrix bərabərdir. Deməli, x-in yerinə yazırıq. A nöqtəsinə bizə verir, baxın, -3 üstə gəlsin 4, o da eləyəcək 1. Y ştrix də bərabərdir 2 plus 1-ə, o da bərabərdir 3-ə. Deməli, hansı nöqtəyə keçəcək? 1, 3 nöqtəsinə. Cavabımız olur B variantı. Keçək 62-ci suala. 62-ci sualda deyir ki, kəsişməsi boş olmayan A və B çoxluqları üçün n(a-b) bərabərdir 6 və n(b-a) bərabərdir 4 olarsa, n(a) birləşsin b-nin ən kiçik qiymətini tapın. Deməli, kəsişməsi boş çoxluq deyilsə, deməli, biz belə bir şəkil çəkəcəyik. Yəni, bu A və B çoxluqlarının kəsişməsi var. Bizə deyir ki, n(a-b) bərabərdir 6. A-b nə deməkdir? Yalnız A-ya aid olan elementlərin sayı. Deməli, yalnız A-ya aid olan elementlərin sayı 6-dır. Yalnız B-yə aid olan elementlərin sayı 4-dür. Bizə də deyir ki, birləşmənin ən kiçik qiymətini tapın. Birləşmənin ən kiçik qiymətini tapın deyir və bizə şərtdə deyir ki, kəsişməsi boş deyil. Deməli, kəsişməsi ən kiçik 1 ola bilər. Düzdür? Deməli, bizim bu ifadənin birləşməsi ən kiçik olacaq 11. Yəni 6 plus 1 plus 4. O da bərabərdir 11-ə. O da eləyir D variantı. Keçək 63-cü suala. Deyir, şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundurundan neçə ton şəkər alınır? Deməli, biz 80-in 20%-ni tapacağıq. Yəni 80-i vuracağıq 20-yə, böləcəyik 100-ə. O da bərabərdir 16-ya. Deməli, 80 ton şəkər çuğundurundan 16 ton şəkər alınacaq. Baxaq 64-cü suala. 64-cü sualda deyir ki, cədvəldəki ədədlərin hansı hissəsi irrasionaldır? İlk öncə cədvəldəki irrasional ədədləri tapaq. Cədvəldə pi kökdə 3 irrasionaldır. Kökdə 9 irrasional deyil, çünki ondan 3 çıxır. Mənfi kökdə 2 və 3 kökdə 5. 4 ədəd irrasionaldır. Hansı hissəsinin irrasional olduğunu tapmaq üçün ümumi halların sayı yazılacaq məxrəcdə. Ümumi halların sayı 10-dur. İrrasional olan ədədlərin sayı isə 4-dür. Deməli, ədədlərin 10-da 4 hissəsi irrasionaldır. Cavabımız olacaq Y variantı. Baxırıq 65-ci suala. 65-ci sualda deyir, y-in hansı qiymətlərində y-2, modul 3-y, 6-y ədədləri ədədi silsilənin ardıcıl hədləri olar. Deməli, bu ədədlər ədədi silsilənin ardıcıl hədləridirsə, ortadakının 2 misli kənardakıların cəminə bərabərdir. Yəni, 2 vurulsun modul 3-y bərabərdir y-2 üstə gəlinsin 6-y. Bunlar gedəcək. Deməli, 3-y modulda bərabər olacaq 2-yə. Modul olduğu üçün buradan bir dəfə mənfi çıxır ədədimiz, bir dəfə də müsbət çıxır. Yəni 3-y bir dəfə bərabər olacaq 2-yə, y-imiz bərabər olacaq 1-ə. Digər ifadədə isə 3-y bərabərdir mənfi 2-yə, y bərabərdir 5-ə. Deməli, y-imiz bir dəfə olacaq 1, bir dəfə olacaq 5. Deməli, 65-ci sualın cavabı olacaq B variantı. Baxırıq 66-cı suala. 66-cı sualda deyir ki, iki kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Yəni, V1 bərabərdir 27 V2-yə. Sonra deyir ki, birinci kürənin səthinin sahəsi ikinci kürənin səthinin sahəsindən neçə dəfə böyük olar? Bizim belə bir qaydamız var ki, həcmlər nisbəti, kürənin həcmləri nisbəti radiuslar nisbətinin kubuna bərabərdir. Yəni, V1-in V2-yə nisbəti bərabərdir
R1-in kubunun R2-nin kubuna nisbətinə. Buna əsasən gəlin V1-in qiymətini yazaq yerinə. Yəni 27 V2 bölünsün V2 bərabərdir R1-in kubu bölünsün R2-nin kubuna. Burada V2'lər ixtisar gedəcək. Hər tərəfi 3-cü dərəcədən kökə alsaq, 27-dən 3-cü dərəcədə kökdə çıxır 3 bərabərdir R1-in R2-yə nisbətinə. Deməli, R1 bərabərdir 3R2-yə. Düzdür? Bizdən şərtdə sahələr nisbətini istəyir. Yəni, birinci kürənin səthinin sahəsi deyil, ikinci kürənin səthinin sahəsindən neçə dəfə böyükdür? Sahələr nisbəti radiusların kvadratı nisbətinə bərabərdir. Yəni, S1-in S2-yə nisbəti bərabərdir R1-in kvadratının R2-nin kvadratına nisbətinə. Buradan da alacağıq ki, S1-in S2-yə nisbəti bərabərdir. R1-in yerinə 3R2 yazsaq, o da eləyəcək 9R2-nin kvadratı bölünsün R2-nin kvadratına. R2-nin kvadratları ixtisar gedəcək. Deməli, birinci kürənin səthinin sahəsinin ikinci kürənin səthinin sahəsinə olan nisbəti 9-a bərabərdir. Yəni 66-cı sualın cavabı olacaq 9. O da eləyir A variantı. Keçək. Deməli 67-ci suala. 67-ci sualda deyir ki, iki perpendikulyar müstəvinin birindən 2 sm, digərindən isə 4 sm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın. Gəlin belə iki perpendikulyar bir müstəvi düşünək. Bir A nöqtəsi götürək. Hər hansı bir A nöqtəsi. Deyir müstəvinin birinə qədər məsafə 2 sm-dir. Digərinə qədər məsafə 4 sm-dir. Və deyir ki, bu nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın. Bizdən də bu məsafəni soruşur. Düzdür? Deməli, bura 4-sə burada olacaq 4. Yuxarı 2-sə aşağıda olacaq 2. Çünki bu düzbucaqlıdır. Burada da bir düzbucaqlı üçbucaq əmələ gəlir. X də onun hipotenuzudur. Düzbucaqlı üçbucağın hipotenuzu katetlərin kvadratı cəminə bərabərdir. 2-nin kvadratı eləyir 4, üstə gəlsin 4-ün kvadratı 16. Yəni x kvadratı bərabərdir 20-yə. X də bərabərdir kökdə 20-yə. Kökdə 20 də 2 kökdə 5 deməkdir. Deməli, bizim 67-ci sualın cavabı olacaq 2 kökdə 5. O da eləyir D variantı. Keçək 68-ci suala. 68-ci sualda deyir ki, 25 minus 5A ifadəsini vuruqlarına ayırın. Deməli, burada ortaq vuruq 5 çıxacaq. 5 vurulsun 5 minus A. O da eləyir D variantı. Keçək 69-cu suala. Deyir ki, loqaritma 2 əsasdan 14-ün kvadrata çıxılsın, 10-un kvadratı bölünsün 24 ifadəsinin qiymətini tapın. İlk öncə gəlin biz 14-ün kvadratı çıx, 10-un kvadratı bölünsün 24 ifadəsini sadələşdirək. Bu ifadəni sadələşdirərkən nə edəcəyik? Deməli, görürük ki, surəti A kvadratı minus B kvadratı şəklindədir. Biz bunu A kvadratı minus B kvadratının açılışı şəklində yazacağıq. A kvadratı minus B kvadratının açılışı nədir? A çıx B vurulsun A plus B. Yəni yazırıq 14 minus 10 vurulsun 14 plus 10 bölünsün 24-də. 14 üstə 10 gələndə eləyəcək 24. Bunlar ixtisar gedəcək. 14 çıxılsın 10 da 4-ə bərabərdir. Deməli, burada olur loqaritma 2 əsasdan 4. Loqaritma 2 əsasdan 4 də elə 2-yə bərabərdir. Deməli, 69-cu sualın cavabı olacaq 2. Yəni C variantı. Keçək 70-ci suala. 70-ci sualda deyir ifadənin qiymətini tapın. 70-ci sualda bu ifadə hasil olduğu üçün bunu bir kökün altına sala bilərik. Bir kökün altına salaq 11 çıxılsın kökdə 21 vurulsun 11 plus kökdə 21-ə. Düzdür?
Deməli görürük ki, kökün altı yenə a kvadratı minus b kvadratının açılışı şəklindədir. İndi gəlin biz bunu yazaq. Kök altında 11-in kvadratı çıxılsın kökdə 21-in kvadratı şəklində bərabərdir. Kök altda 11-in kvadratı eləyir 121. Çıxılsın kökdə 21-in kvadratı ilə verəcək bizə 21-i. Bərabərdir kök altında 100-ə. O da eləyir 10. Deməli bizdə 70-ci sualın cavabı olacaq 10. Yəni A variantı. Keçək 71-ci suala. Deyir, diaqonallarının sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Diaqonallarının sayı 9-dur. Ümumiyyətcə, qabarıq çoxbucaqlının diaqonallarının say düsturu var. Bu düstur necədir? N vurulsun, N çıx 3 bölünsün 2 şəklindədir. Bizə deyir ki, n vurulsun, n çıx 3 bölünsün 2 9-a bərabərdir. İndi gəlin bu ifadəni həll eləyək, n-i tapaq. Buradan alırıq n kvadratı çıx 3n çıx 18 bərabər olacaq 0-a. Deməli, Viet teoreminə əsasən vuranda mənfi 18, toplayanda müsbət 3 eləyən ədəd hansıdır? Deməli, mənfi 3 və 6. Düzdür. Bizim də tərəfimiz mənfi ola bilməz axı. Deməli, qabarıq çoxbucaqlının tərəfi 6-ya bərabərdir. 71-ci sualın cavabı olacaq 6. O da eləyir C variantı. Keçək 72-ci suala. Deyir, A parametrinin hansı qiymətində sinus x bərabərdir A minus B bölünsün 2 tənliyinin həlli var. Deməli, sinus x hansı aralıqda qiymətlər alır? Mənfi 1, müsbət 1 aralığında. Deməli, bunu yazacağıq mənfi 1, A minus 1 bölünsün 2, müsbət 1. Yəni, bu aralıqda A parametrinin qiymətini tapacağıq. Çünki sinus özü mənfi 1, müsbət 1 aralığında qiymətlər alır. Sinus x də A minus 1 bölünsün 2-yə bərabər olduğundan A minus 1 bölünsün 2 də özü mənfi 1, müsbət 1 aralığında qiymətlər alacaq. Hər tərəfi 2-yə vuraq. Mənfi 2 çıxılsın A minus 1 bölünsün 2-yə. A-1 kiçikdir 2-yə daha doğrusu. Hər tərəfində üstünə 1 gəlsək, mənfi 1, A3. Deməli, bizim bu bərabərdir əslində. Mənfi 1 bərabər işarəmiz də var. Deməli, A parametri mənfi 1, 3 arasında qiymət ala bilər. 72-ci sualın cavabı olacaq Y variantı. Keçək 73-cü suala. Deyir, mənfi 5/3 kiçikdir x, kiçikdir 6 bərabərsizliyinin ən böyük və ən kiçik tam həllərinin hasilini tapın deyir. Deməli, ən kiçik tam həlli mənfi 5-dir. Ən böyük tam həlli də 6-dır. Bunların da hasil eləyəcək mənfi 30. 73-cü sualın cavabı oldu Y variantı. Baxaq 74-cü suala. 74-cü sualda bizə deyir, ifadəni sadələşdirin. Bu ifadədə tangens kvadratı alfa plus 1 bərabərdir 1 bölünsün kosinus kvadratı alfaya. İfadədə tangens kvadratı alfa plus 1-in yerinə yazacağıq 1 bölünsün kosinus kvadratı alfa. Burada yazırıq 4 sinus kvadratı alfa. Yazaq plus 4 kosinus kvadratı alfa çıxılsın. 1 bölünsün kosinus kvadratı alfa vurulsun kosinus kvadratı alfa şəklində. Bunlar ixtisar gedəcək. Burada qalacaq 1. Burada da 4 vurulsun. 4-ü çıxardaq mötərizə xaricinə. Sinus kvadratı alfa plus kosinus kvadratı alfa çıxılsın 1 şəklində qalır bizim ifadəmiz. Sinus kvadratı alfa plus kosinus kvadratı alfa özü ilə 1-ə bərabərdir. Deməli, bizim ifadəmiz olur 4 çıxılsın 1 bərabərdir 3. Deməli, 74-cü sualın cavabı bərabər olacaq 3-ə. Baxırıq 75-ci suala. 75-ci sualda deyir ki, bu ifadəni sadələşdirin. Baxırıq, deməli, biz birinci kəsirimizə. Birinci kəsirin surəti x çıxılsın 1-in kubunun açılışıdır. Yəni, x kubu çıxılsın 3x kvadratı plus 3x çıxılsın 1. X çıx 1-in kubunun açılışıdır. Bölünsün. 2-ni ortaq vuruq çıxardaq. 2 vurulsun x kvadratı minus 1. Vuraq yazaq.
Yəni vuranda bölmə işarətisə iki kəsri bir-birinə böləndə, əgər bölmə işarətisə digər kəsri tərsinə çevirib vururuq. Yəni birinci kəsr olduğu kimi qalır, ikinci kəsri tərsinə çevirib vururuq. Deməli x plus 1 sürətdə yazılacaq. X kvadrat çıx 2x plus 1 də məxrəcdə yazılacaq. X kvadrat çıx 2x plus 1 də x çıx 1-in kvadratının açılışıdır. Düzdür, bunu belə yazırıq, bərabərdir. Yazırıq. Bunun burada kubdur, burada kvadratdır. Sürətdə qalır x çıx 1 vurulsun x plus 1 bölünsün. Məxrəcdə də 2 vurulsun. X kvadratı çıx 1-in açılışı a kvadratı minus b kvadratının açılışı şəklindədir. Yəni x çıx 1 x plus 1. Bunlar ixtisar gedir. Cavabımız olur 2-də 1. Deməli 75-ci sualın cavabı olacaq 2-də 1. Yəni 0.5. Oldu 0.5. Deməli baxırıq 76-cı suala. 76-cı sualda deyir ki, qoşma kompleks ədədlər olarsa x və y həqiqi ədədlərin cəmini tapın. Biz ilk öncə burada nə edirik? Bu ifadədə i üstü 5-i və i üstü 35-i sadələşdiririk deyək də. Yəni i üstü 5-i həmişə əgər qüvvəti böyükdürsə, bu qüvvəti 4-ə böləcəyik, qalıqda olanı yazacağıq. Çünki i üstü 4 özü 1 deməkdir də. Ona görə qüvvəti 4-ə bölürük. 5-i 4-ə böləndə eləyir 1. Deməli i üstü 5 i-yə bərabərdir. i üstü 35 nəyə bərabərdir? 35-i 4-ə böləndə qalıqda qalacaq 3. O da bərabərdir i kubuna. i kubu da özü mənfi i-yə bərabərdir. Düzdür? İndi gəlin bunları bizə şərtdə verilənlərdə yerinə qoyaq. Z1 bərabərdir 9 minus xi. Z2 bərabərdir y olacaq minus 6i. Çünki bu şərtdə plusdur. Y üstü 35-də mənfi i-yə bərabər olduğundan orada da mənfi yazırıq. Deməli, əgər bunlar qoşma kompleks ədədlərdirsə, bunların həqiqi hissələri bunlardır. Olduğu kimi qalır. Xəyali hissələri isə əksinə dəyişir. Yəni, birincinin həqiqi hissəsi 9-dursa, ikincinin də həqiqi hissəsi bərabər olacaq 9-a. Birincinin həqiqi hissəsi mənfi x-dırsa, birincinin həqiqi hissəsi mənfi x-dirsə, ikincinin həqiqi hissəsi əksidir. Yəni, mənfi 6 deyil, 6-dır. Bu zamanda x-imiz də bərabərdir mənfi 6-ya. Bizə də deyir x və y-in cəmini tapın. Y-imiz oldu 9, x-imiz oldu mənfi 6. 9-un üstədən mənfi 6 gələndə eləyir 3. Deməli, 76-cı sualın cavabı olacaq 3. Baxaq 77-ci suala. Deyir, uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Yəni, biri x-dirsə, digəri 0.8x-dir. Düzdür? Biri digərin 80%-ni təşkil edir axı. Yəni, 80%-ni təşkil edir deyirsə, biz birinciyə x dediksə, ikincini 80-i vuracaq x-ə böləcək 100-ə, o da eləyəcək 0.8x. Deməli, bizdən böyük bucağın dərəcəsini soruşur. X-lə 0.8x-in cəmi 180-ə bərabərdir. Yəni, bu iki bucağın cəmi 180-dir. X plus 0.8x bərabərdir 180-ə. 1.8x bərabərdir 180-ə. X də bərabərdir 100-ə. Deməli, bucağımızın biri 100-dür, digərdə 0.8x-dir. 100-ü də vuranda 0.8 eləyəcək 80. Biri 100-dür, biri 80-dir. Böyük bucağımız da olacaq 100. Yəni, 77-ci sualın cavabı olacaq 100. Keçək 78-ci suala. 78-ci sualda bizə deyir bu tənliyi həll eləyin. Gəlin bu tənliyi ilk öncə bu şəkildə yazaq. 3 vurulsun 5 üstü x, üstə gəlsin 5 üstü x vurulsun 5 bərabərdir 200-dür. Düzdür? Buradan ortaq vuruq çıxardaq. Nəyi ortaq vuruq çıxarda bilərik? 5 üstü x-i ortaq vuruq çıxardırıq. Yerdə qalır 3 üstə gəlsin 5 bərabərdir 200-ə. Düzdür? Deməli 5 üstü x bərabərdir 200 bölünsün 8-ə. 200-ü 8-ə böləndə neçə eləyir? Deməli, yazırıq 5 üstü x bərabərdir 25-ə.
Düzdür? Deməli 5 üstü x bərabərdir 25-ə. 25 özü 5 üstü 2 deməkdir. 5 üstü x bərabərdir 5 üstü 2-yə. Bu zaman x nəyə bərabər olacaq? 2-yə. Yəni əgər əsaslar bərabərdirsə, deməli üstlər də bərabərdir. 5 üstü x bərabərdir 5 üstü 2-dirsə, deməli x də elə 2-dir. Cavabımız olur 2. 78-ci sualın cavabı olacaq 2. Baxırıq 79-cu suala. 79-cu sualda deyir, akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Bu zaldakı yerlərin ümumi sayı 384 olarsa, sıraların sayını tapın. Deyir ki, yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Yəni sıraların sayı x-dirsə, yerlərin sayı x plus 8-dir, düzdür? Biz də yerlərin ümumi sayını tapmaq üçün biz sıraların sayını yerlərin sayına vurmalıyıq. Yəni x vurulsun x plus 8 bərabər olmalıdır 384-ə. Yazırıq ki, x kvadrat plus 8x çıxılsın 384 bərabər olacaq 0-a. Düzdür? Deməli, vuranda mənfi 384, toplayanda mənfi 8 eləyən ədədləri tapmalıyıq. V-yə əsasən həll eləsək, deməli, x-imizin, bizim köklərimiz olacaq mənfi 24 və 16. Bizdə də deməli, sıraların sayı mənfi ola bilmədiyindən biz burada müsbət cavabı götürürük. X-imiz, yəni sıraların sayı bərabər olur 16-ya. Bizdən də elə şərtdə sıraların sayını soruşur. Deməli, 79-cu sualın cavabı bərabər olacaq 16-ya. Keçək 80-ci suala. 80-ci sualda deyir ki, ABCD düzbucaqlısının B təpəsindən AC diaqonalına B-in perpendikulyarı çəkilmişdir. AM 9, MC 16 olarsa, düzbucaqlının sahəsini tapın. BM də bir H desək, deməli, burada bizim bir qaydamız var ki, H kvadratı bərabərdir hündürlüyün ayırdığı hissələrin hasilinə. Yəni, H kvadratı bərabərdir 9 vurulsun 16-ya. H da bərabər olacaq 3 vurulsun 4-ə, o da bərabərdir 12-yə. Deməli, bizim hündürlüyümüz 12-dir. Bu BMA üçbucağına baxsaq, hündürlük 12-dir. Bir katetdir, hündürlüyümüzdür də. Yəni katetimizin biri 12-dir, biri 9-dur. BA da bizim hipotenuzumuzdur. Hipotenuz nəyə bərabərdir? Hipotenuz kök altında katetlərin kvadratı cəminə bərabərdir. Yəni kök altında 12-nin kvadratı 144 üstə gəlinsin, 9-un kvadratı 81. O da eləyir kök altında 225. Kök altında 225-dən də 15 çıxır. Deməli, BA tərəfinin uzunluğu 15-dir. BC tərəfinin uzunluğu nəyə bərabərdir? BC tərəfinin uzunluğunu da tapmaq üçün orada da yenə bizim hündürlüyümüz bir katetimizdir. Digər katetimizi verib 16. BC də hipotenuzdur. Hipotenuz bərabərdir kök altında katetlərin kvadratı cəminə. Yəni 144 plus 256-ya. Onda BC bərabərdir kök altında 400-ə. 400-dən də çıxır 20. Bizim BC hissəmizin də uzunluğu 20-yə bərabərdir. Bizdən də soruşur nəyi? Bu düzbucaqlının sahəsini. Düzbucaqlının sahəsi də eni ilə uzunluğunun hasilinə bərabərdir. Yəni S bərabərdir A vurulsun B-yə. Düzdür? Bizim də enimiz 15-dir. Uzunluğumuz da 20-dir. 15-i də 20-yə vuranda cavab eləyəcək 300. 80-ci sualın cavabı oldu 300. Keçək 81-ci suala. 81-ci sualda deyir, supermarketdə verilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5, 10 və 20 AZN dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 AZN-lik kuponların sayı 10 AZN-lik kuponların sayından 2 dəfə az, 5 AZN-lik kuponların sayından isə 16 ədəd azdır. Müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların ümumilikdə 30 AZN dəyərində olması hadisəsinin ehtimalını tapın. Bax, bu olsun 5 manatlıq, bu olsun 10, bu da olsun 20 manatlıq kuponlar, düzdür? Deyir ki, bizə 20 manatlıq kuponların sayı 10 manatlıq kuponların sayından 2 dəfə azdır.
Yəni 20x-dirsə 10 bundan 2 dəfə çox olacaq. Olacaq 2x. 5 manatlıqların sayından isə 16 ədəd azdır. Yəni 5 manatlıqların sayı 20 manatlıqların sayından 16 vahid çoxdur. X plus 16-dır. Bizə deyir ki, alış-veriş kuponlarının yalnız biri olmaqla 28 zərf təqdim olunur. Yəni ümumi kuponların sayı 28-ə bərabərdir. Yəni x plus 16 üstə gəlsin 2x. Üstə gəlsin x bərabərdir 28-ə. Buradan alırıq ki, 4x plus 16 bərabərdir 28-ə. X bərabərdir 3-ə. X-i aldıq 3-dür. Deməli, 5 manatlıq kuponların sayı olacaq 19. Çünki x plus 16 idi. X-a da aldıq 3. 10 manatlıq kuponların sayı olacaq 6. 20 manatlıq da olacaq 3. Sonra bizə şərtdə deyir ki, ümumilikdə 30 manat dəyərində olsun. 30 manat dəyərində olsun və hər kupondan bir dənə seçə bilər bu müştəri. Bunun üçün bizə 10 manatlıq və 20 manatlıq kuponların hərəsindən biri lazımdır. Biz də bu məsələni kombinizonla işləyirik. Kombinizon 3-dən 1 vurulsun, kombinizon 6-dan 1 bölünsün, kombinizon 28-dən 2. Deməli, bunu həll eləsək, burada alacağıq ki, deməli 3 faktorial bölünsün, 2 faktorial, vurulsun 6 faktorial bölünsün 5 faktorial, vurulsun. Məxrəcdə bizdə 28 faktorialdır, düzdür? Orada 28 faktorial bölünsün, 26 faktorial vurulsun, 2 faktorial olacaq. O da məxrəcdəkilər tərsinə çevrilib, yəni surətə qalxacaq. Yazacaq 26 faktorial vurulsun, 2 faktorial. Bunu da hesablasaq, bizim cavabımız bərabər olacaq 21-də 1-ə. Deməli, 81-ci sualın cavabı 21-də 1-ə bərabərdir. 81-ci sualın cavabı oldu 21-də 1. Keçək 82-ci suala. Deyir, ABC üçbucağında AB və AC tərəflərini mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq K və C nöqtələrində toxunur. Bucaq ABC 40 olarsa, KMC qövsünün dərəcə ölçüsünü tapın. Düzdür? Biz də KMC qövsünü, bizdə əslində bu BC mərkəzdən keçəndir də, mərkəzdən keçdiyi üçün ABC bucağı ilə, deməli bu kiçik qövsümüzün, yəni bu qövsümüzün, kiçik qövsümüz hansıdır? Bu qövsümüzün dərəcə ölçüsü 90 dərəcəyə bərabər olacaq. Yəni bizim kiçik qövsümüz olacaq 50. KMC qövsündə tapmaq üçün, biz KMC qövsünün dərəcə ölçüsündə tapmaq üçün 180-dən çıxacağıq bu 50-ni. O da bərabər olacaq 130-a. Yəni KMC qövsünün dərəcəsi 130-a bərabərdir. Baxırıq 83-cü suala. 83-cü sualda deyir, açılışı şəkildə verilmiş düzgün piramidanın tam səthinin sahəsi 360 olarsa, apofeminin uzunluğunu tapın. Görürük ki, bizə oturacağının sahəsini verib 100. Bunun da oturacağı nədir? Kvadratdır. Kvadratın da sahə düsturu nəyə bərabərdir? A kvadratına. Deməli, A kvadratı bərabərdir 100-ə. A da bərabərdir 10-a. Deməli, bizim oturacağımızın tərəfi 10-dur. Düzdür? Bizə də piramidanın ümumi sahəsini verib 360. Bunlara hərəsinə bir S desək, oturacaq da 100-dür də. Deməli, 4S plus 100 bərabərdir 360-a. 4S bərabərdir 260-a. Buradan da S bərabər olacaq 65-ə. Deməli, üçbucağının birinin sahəsi 65-ə bərabərdir. Bizdən də apofemini soruşur. Apofemdə üçbucağın hündürlüyüdür. Deməli, üçbucağın sahə düsturu nəyə bərabərdir? S bərabərdir 2-də 1 AH-dır da, düzdür, A vurulsun H-dır. Biz də buradan aldıq ki, deməli, 65 bərabərdir 2-də 1, 10 vurulsun H-a. Deməli, burada qalır 5, burada da qalır 13. Deməli, bizim apofemimizin uzunluğu 13-ə bərabərdir.
83-cü sualın cavabı olacaq 13. Deməli, baxırıq 84-cü suala. 84-cü sualda deyir ki, cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayıları haqqında məlumat verilmişdir. Bu qrupda boyu 170 sm-dən çox olan oğlanların sayını tapın. Deməli, baxırıq ki, cədvəldə boyu 170 sm-dən çox olan oğlan sayı nə qədərdir? Görürük ki, oğlan sayı 2y-dir. Deməli, biz burada 2y tapmalıyıq. İlk öncə boyu 170 sm-dən az olan şagirdləri yazaq. Yəni, y plus 3x bərabərdir 21-ə. Sonra digərinə 170 sm-dən çox olanlarda isə 2y plus x bərabərdir 17-yə. Düzdür? Gəlin bu sistem tənliyi həll edək. İkinci tənliyin hər tərəfini gəlin 3-ə vuraq. Y plus 3x bərabərdir 21-ə. 3-ə vursaq 6y plus 3x bərabərdir 51-ə. Düzdür? İndi gəlin bunları tərəf-tərəfə çıxaq. Mənfi 5y bərabərdir. Tərəf-tərəfə çıxanda bunlar gedəcək. Mənfi 30-a. Deməli, y bərabərdir 6-ya. Y-i aldıqca 6-dır. Bizdən nəyi soruşur? 170 sm-dən çox olan oğlanların sayını. Qrafikdə 170 sm-dən çox olan oğlanların sayını bizə neçə verib? 2y, düzdür? Biz y-i tapdıqca 6-dır. Onda 2y-imiz də olacaq 12. Yəni, 84-cü sualın cavabı olacaq 12. Baxırıq 85-ci suala. 85-ci sualda deyir ki, A nöqtəsi y bərabərdir x kvadratı çıx 8x plus 18 funksiyasına uyğun parabolanın təpə nöqtəsidir. Bu funksiyanın qrafikinin absis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilmələrindən alınan parabolanın təpə nöqtələri uyğun olaraq BCD nöqtələrdir. ABCD dördbucaqlısının perimetrini hesablayın deyir. Gəlin biz ilk öncə bu parabolanın təpə nöqtələrini tapaq. Yəni, y bərabərdir x kvadratı çıx 8x plus 16 plus 2 şəklində yazacağım mən bunu. Deməli, y bərabərdir x çıx 4-ün kvadratı plus 2. Deməli, bizim bu parabolanın təpə nöqtələri 4 və 2-dir. Yəni, n bərabərdir 4-ə, n bərabərdir 2-yə. Düzdür? Bizə də deyir ki, koordinat başlanğıcına, absis oxuna və ordinat oxuna nəzərən simmetrik çevrilmələrdən alınan parabolanın təpə nöqtələrinə uyğun olaraq BCD nöqtələridir. ABCD dördbucaqlısının perimetrini tapın. Yəni, burada təpə nöqtələrini tapmağa ehtiyac yoxdur. Bura A-dırsa, bu bura köçürüləcək. Düzdür? Simmetrik olaraq. Bizdə belə bir dördbucaqlı yaranacaq. Bura 2 idisə, əgər n 2 olduğu üçün, bu hissə 2 idisə, onda burada 2-dir. Bura 4 idisə, burada 4-dür. Onda ümumi də uzunluq olacaq 8. Eni 4-dür, uzunluğu 8-dir. Bizdən də perimetrini soruşur. Perimetrini soruşanda eni ilə uzunluğunu toplayıb vururuq 2-yə. Yəni 24. 85-ci sualın cavabı oldu 24.